Şəhid Elzaminin anası Məlahət Hüseyin. Mən də oğlum ali təhsilli, öz Xocavənd rayonumuzda kitabxanada, mərkəz şöbədə müdür işləyirdi. Tobus hadisəsi başlayan bir gündən Elzamin uşaq vaxtından mənə söz vermişdi. Çünki mən şəhid qızıyım, şəhid bacısıyım, şəhid bibisiyəm. Elzamin həmişə mənə sual verirdi ki, ama biz niyə yolka bəzəmirik, biz niyə tonqal qalanırıq? Mən ona həmişə uşaq vaxtından deyirdim ki, bizi mənfur düşmən öz dədə-baba yurdumuzdan qovub çıxardı. Ona görə də bizi faciəvi şəkildə məhv eləyiblər, Silos quyusuna atıblar, diri-diri insanları Silos quyusunda bastırıblar, sonra düşmənlər ona qulaq verib iniltilərin, sızıltıların hamısını eşidəndə gülürmüşlər düşmən. Ona görə də Elzamin ancaq qisası ilə yaşayıb. Dedim, mən o qisası alacağım. İlk gündən son günə qarışdı. Torpaqlarımızın azad olduğuna azad etdi. Son gündə Şuşa 44 gün Elzamin evində olub, Şuşa Fatihi Şuşamızı azad edib, sonra Xankəndinə keçib, Xankəndindən sonra bir də Şuşaya hücum olanda snayperlə Elzamini vurublar. Elzamin futbolçu, idmançı bir gənc olub. Bütün tədbirlərimizi Elzamin hamısını fəal, aktiv oldu. Elzamin bir sözlə çox aktiv gənc olub. Müəllimləri, bütün işçi yoldaşları, icra hakimiyyəti, hamısı Elzamindən çox gözəl danışırlar. Onda da mən fəxr edirəm ki, mən belə oğlanın, qəhrəman oğlanın anasıyam. Şuşa Fatihi olub Elzamin. Bugün də mən fəxr edirəm ki, elə bir oğlun anasının evindəyəm, elə bir oğlun anasının hüzuruna gəlmişəm, əlindən öpürəm. Özümə bir qürur bilirəm ki, sizin kimi ananı tanımaq mənim üçün bir qürurdur. Mən demişəm, yenə deyirəm ki, həmişə demişəm, bu sözümü cəhd edirəm ki, mənim kimi işləyirəm, onlar hamısı anamdır. Ona görə ki, mən də anam sizin kimi bir yararlıdır. Mən də bilirəm ki, analar nə çəkir, ana nədir? Xoş gəlmişsiniz, Allah qardaşımızın məqamını eləsin, bütün şəhidlərimizin məqamı olsun. Allah rəhmət eləsin hamısına, bütün şəhid analarına da səbir diləyirəm, səbir versin Allah. Şəhid bacılarına Allah səbir versin, şəhid yoldaşlarına Allah səbir versin, şəhid atalarına Allah səbir versin, məqamları olsun. Allah rəhmət eləsin, bir daha mövludun payı olsun. Gün özümə bir fəxr edirəm ki, Elzamin qardaşımızın evinə gəlməyi, sizin kimi ananın əlinə gəlməyi mənim üçün özüm bir qürurdur. Ki, bugünkü qardaşımız Şuşa Fatihi, evin buduğu Elzamin mövludur, sənətlər dəyişimin mövludur, 5-ci mövludur. Səbir eləmişsə, ona görə də Allah Teala sizə səbir versin. Allah sizlərə dəyməsin. Allah Teala hər zaman sizi var etsin. İlk dəfə mənə zəng etdi, dedim, mama, arxayında yata bilərsin. Dedim, nədir? Dedi, düşmənin qisasını aldım. Hər bir anlayana. Dedim, aldım mən. Çox, demək, Sifdə girəndə hücuma, Elzamin gəlib neytral xəttə qaldılar. Orada o maşınların vurmuşmuşlar. Həmən o şəkildə gəlirlər. Orada həmən yumruq çöldə çəkdi balaca vaxtından. Yumruğun tuturdu, həmişə deyirdi ki, düşməni məhmək verir. Həmən o müharibənin 3-cü günü Elzamin gil mühasirəyə düşürlər. Orada Elzamin yumruğunu tutub deyir, düşmənin başına zəlir. Nə tər demişdi, heyrət oldu. O sıldırım qayalar, sıldırım meşələrdə, ac, susuz düşməni məhv edib. Ön posta gedib, bir gecə posta tək qalıb, bir yaralı ilə. Zəng edib, qaranlıq kim gəliblər. Elzamin orada həmən postu əldən verilmiş. Düşmən gülləni elə yağdırılmış, elə bilirdin ki, yağışdır. Biz ona həmişə soruşurduq, o bizə elə yer deyirdi, elə bilirdik ki, bəli, sən demə, bu öndəymiş. Ablası, biz o torpaqları qarış-qarış hər tərəfini biz bilirik. Çünki mən Qarabağ qızıyam, dağlar qızıyam, Qarabağ torpağındayım.
Biz dedik ki yok sen bizi anladırsan sen öndesin. Həmişə deyirdi ki atasına sen ne bildin dedi biz o dağlarda yaşamış, o dağlarda büyümüşük. Ne hoş halımıza ki sizin gibi güzel analar, Elzamın kardeşimizin güzel anasını gelir huzuruna. Ona göre ki hem şehit kızı, hem şehit anası, hem şehit bacısı, hem şehit bebisi. Elzamın dayısı da, əmisi də şəhid oldu. Hamısına Allah rəhmət etsin, şad olsun. Allah yerlərini beşdirəsin, Allah məqamları eləsin. Bir evdə, dörd ocaqda şəhid getmək az dövdür. Ona görə ki, Elzamın qardaşımız da onlara baxıb, cəsarətlənib, şəhidlənib, şəfaq ediyor. Onun ruhu şad olsun, gücü cənnətlərindən payı olsun. Sağ olun, sizin də gələn ayaqlarınız var olsun.